Deməli, biz bu fəaliyyətimizi ən birinci nədən başladıq? Bağlarda atılan səhv addımlardan. Birinci atılan səhv addımı nə gördük? Araşdırdıq və gördük ki, bir çox bağlar salınanda artıq düzgün salınmır və tozlama proseslərinə fikir verilmir, ümumiyyətlə verilmirdi. Və biz başladıq bu məsələni araşdırmağa və gəlib çıxdıq tozlanma cədvəllərinə. Tozlanma cədvəlləri tərtib elədik. Yəni praktikada gördüyümüz real bağlarda vəziyyət necədirsə, onları həmən tozlanma cədvəlinə köçürdük. Xarici praktikaları öyrəndik. Bir sıra universitetlərin, xüsusilə Bologna Universitetinin. Amma nəyə fikir verdik? Məsəl üçün İtaliyada bir sortu tozlayırsa, bu o demək deyil ki, bizdə də bu proses baş verir, olmur. Ona görə də sırf praktikaya əsaslanan belə bir tozlanma cədvəli tərtib elədik. Ondan sonra artıq düzgün necə bağlar salınmaq lazımdırsa, fermerlərimizə başladıq məsləhətlər verməyə. Digər bir məsələ də tozlanmadan sonra fermerlərimizin ən əziyyət çəkdiyi məsələlər nədir? Ya tozlanma getmir və yaxud tozlanma gedir, məhsul tökülür. Burada bu məsələni də çox biz araşdırdıq. Alman mənbələrini araşdırdıq, İtalyan mənbələrini araşdırdıq, Kanada mənbələrini araşdırdıq. Bir sıra yerli mütəxəssislərimiz var, onları araşdırdıq və belə bir qənaətə gəldik ki, ümumiyyətlə meyvə tökülməsinin istənilən halda bütün səbəblər gəlib bir nöqtəyə dirənir. Auksin hormonlarının siqnalı zəifləyir, auksin hormonları zəifləyir, auksin hormonlarının sintezi zəifləyir və fermerlərimizə başladıq tövsiyə verməyə ki, necə ki, türklər demişkən, dışarıdan buna təsir eləyək ki, auksin hormonlarını çoxaltaq bitkidə və meyvə tökülməsinin də qarşısını alaq. Deməli, bugünkü bizim bu tədbirimizdə iştirak edən Zaur müəllim bu sahədə çox böyük təcrübəyə malikdir. Müxtəlif auksin hormonlarının müxtəlif sintetik formalarından praktikada istifadə edib, istər naftiluksusnaya kislota, istər dixlorfenoksoksusnaya kislota bunlardan istifadə edib real praktikada.